Bu gün də ərzim bir para ovladlarınandır ki, xalqın içində nənəni əqəd əziz pərvərd elirlər ki, nənənin başını şir baş elirlər. Nənəni elə uzaldırlar ki, xalq deyibə ki, nənəni bu elə be qovlu məruf əhlinin içində saxlır. Gəlirsən bu tərəfə qəziyyəyə baxsan görürsən, əslən nənənin heç saymır, nənəyə həmniyyət vermir, almır, gətirmir, götürmür. Nənəni heç bir əyari bilmir. Nənəyə zəhmət çəkin, çünki nənələr vaxan bizlərə zəhmət çəkiblər. Bizlərin nənələri ki, öldü, getdi. Allah rəhmət eləsin, sizin də ölənlərinizə. Qalan nənələr günahdılar. O nənəyi ki, səhərə kimi məğzi, frekansı fəqət sən ovladsan. Sübdən axşama sənin fikrində, gecəni səhərə sənin fikrində. Aya ovladımın pulu var, xanavadəsini dolandıra. Aya yeməkləri var görəsən. Allah ovladımın başına bir iş gəlməsin. Allah mən ovladımdan qabaq ölüm. Mən ovlad dağı görməyim. İnşallah ki, heç nənə ovlad dağı görməsin. Biləxərə Allahın yaratdığı quluq. Bexay nəxay insanlar görürlər. Vəli gəlin nənələri, o nənələri ki, ölüblər, Allah ruhlarını şad eləsin. Qalan nənələrin qədrini bilək. Əlin öpək qoyaq gözümüz üstə. Dövrəsinə qurban kəsək, başının dövrəsinə dolanaq. Nənələr, Allah sizləri bizlərə çox görməsin. Nənələr, qurban olaq siz ayaq qoyduğunuz yerlərə. Vaqəən nənə, dədə ayrı bir sözdür. Dədəni də deyirəm ha, dədə yadımdan çıxmayıb. Vəli bu gün nənənin sözüydü danışdıq. Qurban olun. Qalıb qulan nənələrə, gedənlərə Allah rəhmət eləsin. Bəli, nənələrin qədrini bilin. Allah nənələrinizi sizə çox görməsin. Və onlar idi ki, nənələri ölüb, Allah ruhlarını şad eləsin. İnşallah heç vaxt qəm sorağınıza gəlməz.